Sən necə o halda adam daşıya bilirsən? Qəza olsa, məsuliyyətini kim daşıyacaq? Deyəcəksən özümdə deyildim. Özünü apara bilməyən bir xeyli adam xəbərini yığıb gəlmişəm bura. Ən birincisi elə anasını döyən dırnaqarası oğlandan danışacağam. İçki alüdəçisi olan 1986-cı il təvəllüdlü kişi əməlini spirtin təsiri altında törətdiyini bildirib. Amma bu ona bəraət qazandırmayıb. Anasının da şikayətini geri çəkməməsi onu göstərir ki, bu oğlun əlindən boğaza yığılıb. Nəticədə oğul 3 ay müddətinə azadlıqdan məhrum edilib. Yəqin ana ümid eləyir ki, 3 ay ərzində övladının başı içkidən ayılar və bu ona dərs olar. Zəhmətlə, əziyyətlə övlad böyüyür, o da qoluna güc gələn kimi səni döysün. Normalda övlad, əsasən də oğul ananı qoruyan olmalıdır. Burada ananın özünü oğuldan qoruyurlar. Həddən artıq çox içilmiş içkinin insanı nə günə qoyduğunu görürsünüz. Həm abırın mənəviyyatın gedir, həm sağlamlığın, həm də azadlığın. Növbəti göstərəcəyim adam da pis vərdişin qurbanıdır. Qurban sözü onun əməlinə bəraət deyil amma. Narkotik vasitənin təsiri altında mikroavtobus sürülmüş. Üzünə baxanda pis adama oxşamır. Amma sənə insanlar canını əmanət eləyir. Sən necə o halda adam daşıya bilirsən? Adekvat olmadığın bir vəziyyətdə qəza olsa, məsuliyyətini kim daşıyacaq? Deyəcəksən özümdə deyildim. Amma o zəhəri götürüb istifadə eləyəndə özündəydin də. Onun yaratdığı dəyişikliyi də necə olur bilirsən. Dediyim kimi gündəmimizin böyük bir hissəsi özünü apara bilməyən adamlarla bağlıdır. Küçədə oyuncaq silahla qorxu yaradan 24 yaşlı şəxs inzibati qaydada həbs olunub. Deyəsən elə fikirləşib ki, oyuncağa görə ona heç kim hiss eləyə bilməz. Ola bilər ki, sən oyuncaq silahla göstəri eləyə biləsən. Amma buna görə insanı uşaq bağçasına aparmırlar. Polis bölməsinə aparırlar. Ümumiyyətlə bəzi adamların doğru bildiyi səhv məlumatlar var. Onlardan biri bilirsiniz hansıdır? Xakeri eləyən adamları tutmurlar, əksinə böyük şirkətlər onları işə götürür. Bu gün DTX-nın həbs etdiyi Xakerə hökm oxunub. Ona kompüter sisteminə qanunsuz daxil olma və məlumatları ələ keçirmə maddələri ilə 2 il 6 ay həbs cəzası kəsilib. Məhkəmənin qərarından göründüyü kimi heç yerdə işə götürmürlər. Ola bilər həbs müddəti bitdikdən sonra işə götürsünlər. Amma faktiki 2 il 6 ay bu olası deyil. O qədər vaxtdan sonra da təzə şeylər çıxacaq. Yəqin ki, bu adam o vaxta Xaker idində dala qalacaq. Həbs olunmaqla demək olar ki, qeyri-legal karyerasını bitirib. Amma biz nə zədələrdən qayıdan futbolçular görmüşük. Nəsə çox dramatikləşdirməyək hadisəni. Mehtiyabadda göldə balıqlar kütləvi şəkildə məhv olub. Bu balıqların məhv olması onu göstərir ki, o gölə nəsə zəhərli maddələr axıdılıb. Yoxsa bu boyda kütləvi ölüm təsadüfi ola bilməz. Hal-hazırda hadisənin səbəbləri araşdırılır. Təbiəti korlamağımız belə hadisələrlə üzümüzə qayıdır. Bu gedişlə 10 il sonra bizə hansı dünya gözləyir bilmirəm. Açığı təbiəti qoruyub saxlaya biləcəyimizə də ümidim azdır. Qarşıdan Qurban bayramı gəlir. Gəlin bu bayramda dua eləyək. Bəlkə xoş günlər bir-birini əvəz eləməyə başladı. Onlayn qurbanlıq almaq xəbərində yəqin ki, görmüsünüz. Bunun doğru olub-olmadığına dair ilahiyyatçılardan biri şərh verib. Deyib ki, əsas niyyətindir. Qoyunu necə aldığının heç bir fərqi yoxdur. Novruz bayramında WhatsAppda papaq, dalıyca da kart şəkli göndərən adamlara 2 kilo ət şəkli göndərmək istəyirəm. Savab qazanmasam da cavab vermiş olacam. Qarşıdan gələn bayramınız mübarək.